Elə millət vəkili 2 oğlu var. Eləsi var 3 oğlu var. Biri də müharibədə iştirak eləməyib. Hansında araşdırırsan, evlatlarının oğlan uşaqlarıdır. Üzr istəyirəm, sidik kanalları işləmir. Sidik kisələri işləmir. Saxlaya bilmirlər. Xəstəlik diaqnozu sidik saxlamamaq diaqnozu ilə. Mən başa düşə bilməm. Bu 125 dənə millət vəkili uşaqların hamısı problemi var prostatda. Biri Amerikada təhsil var, biri İngiltərədə təhsil, biri Türkiyədə təhsil var. Biri biznesi orada qurub, biri biznesi burada. Müharibə başladı, bunların hamısının sidik kanalları kisəsi xarabdır. Soyuq dəyməsi var, saxlaya bilmirlər gecələr. Problemlidirlər. Problemlər bitəndən sonra insanlar birdən-birə sağalırlar. Ha, bu dəhşətdir, edəməm. Bunu mən deməyim, siz deməyin, o deməsin, bu deməsin. Bəs kim desin? Kimsiniz sizə ki, bu cür komfort həyat yaşayırsınız siz? Kim verib o statusu ki, sizin uşağınız bir nəfəri Qarabağda şəhid olmadı 44 günlük müharibədə? Hardan verilib bu haqq sizə? Nəyin əsasında? Keçmişinizə bir baxında bir deyim siz kim olmuşsunuz?